Salam əziz izləyicilərim. Bugün sizə sağlam qidalanma və arıqlama ilə bağlı, eləcə də bədəniniz üçün ən doğru seçimlər haqqında danışacağıq. Əgər kanala abunə olmamısınızsa abunə olun, videonu bəyənin və paylaşın. Sağlam həyatın əsas prinsiplərindən biri düzgün qidalanmadır. Əgər sağlam və enerjili olmaq istəyirsinizsə, qida seçimlərinizə diqqət yetirməlisiniz. Xüsusilə arıqlamaq istəyənlər üçün effektiv və davamlı metodlar vacibdir. Sağlam qidalanmanın əsas prinsipləri. 1. Təbii və balanslı qidalar seçin. Emal olunmuş qidalardan uzaq durun, daha çox təbii və vitaminlərlə zəngin məhsullara üstünlük verin. 2. Karbohidratları düzgün seçin. Aşağı glikemik indeksli qidalar, tam taxıllar, paxlallar daha uzun müddət tox qalmağınıza kömək edir. 3. Protein qəbulunu artırın. Toyuq, balıq, yumurta, paxlallar və süd məhsulları kimi protein mənbələri əzələ kütləsinin qorunmasına və toxluq hissinin uzun müddət davam etməsinə kömək edir. 4. Şəkər və fast fooddan uzaq durun. Emal olunmuş şəkərlər və yağlı fast food məhsulları orqanizmdə yağ yığılmasını sürətləndirir. 5. Kifayət qədər su için. Gün ərzində ən azı 2-3 litr su içmək maddələr mübadiləsini sürətləndirir və detoks effektini gücləndirir. 6. Qida porsiyalarına nəzarət edin. Böyük porsiyalardan qaçın, daha kiçik və tez-tez yemək yeməyə çalışın. Ən effektiv arıqlama metodları. Aralıqlı oruc. 16-8 metodu ən populyar seçimlərdəndir. Burada 16 saat ac qalır, 8 saat ərzində qida qəbul edirsiniz. Ketogenik diyeta. Karbohidratı məhdudlaşdıraraq yağlardan enerji alma prinsipinə əsaslanır. Düşük kalorili diyeta. Günlük kalorinin müəyyən qədər azaldılması ilə çəki itirilməsi mümkündür. Fiziki aktivliyi artırın. Həftədə ən azı 3-4 dəfə idman etmək maddələr mübadiləsini sürətləndirir. Yuxu rejiminə diqqət edin. Kifayət qədər yuxu çəki itirməkdə böyük rol oynayır. Sağlam qidalanmanın faydaları bunlardır. Enerji səviyyəsinin yüksəlməsi. Maddələr mübadiləsinin sürətlənməsi, həzm sisteminin yaxşılaşması, xroniki xəstəlik riskinin azalması, daha sağlam dəri və saç. Sağlam qidalanma təkcə arıqlamaq üçün deyil, ümumi həyat keyfiyyətinizi artırmaq üçün də vacibdir. Unutmayın ki, davamlı və balanslı bir qidalanma rejimi sizə uzun müddətli sağlamlıq və enerji bəxş edəcək. Əgər bu video sizin üçün faydalı oldusa, kanala abunə olmağı unutmayın. Videonu bəyənin, dostlarınızla paylaşın və fikirlərinizi bizimlə rəylərdə bölüşün. Sağlam həyat yolunda sizə uğurlar. Yeni videolarda görüşənədək.